Bir nəfər axtarır ki, ən zahid adam kimdir? Deyirlər, axırda filan yerdə var, get. Zahid deyir ki, dünya pərəstin əksinidir. İndi insanlardan, izləyicilərdən soruşsam, zahid kimdir? Elə bir dərviş adamdır. Bu da gedir, onu görür nə boyda. Yer, villa, şərait. Gəl ora salam əleykum. Sən deyirlərdir, mən deyirlər. O zahid adam özünə deməz axı mən zahidəm. Hə. Abi deyir sən zahid zat deyirsən. Deyir niyə? Deyir zahid adam dünyadan qırılan, fəqir, kasıb, yoxsul həyatı yaşayandır. Filandı belə deyir. O da deyir nə deyim? Döyürəm də. Hə, sonra gör ki bu yığışıb gedəndə həmin bu etiraz edən. Deyir hara gedirsən? Deyir filan yerə ziyarətə gedirəm. Deyir olar mən də səninlə yoldaş olum. Nə gözəl, mən də istəyirəm gedim. Deyir ay yaxşı, ol. Bunlar düzəlirlər yola, bir xeylam yol qət edəndə həmin bu şikayət irad edən adam qayıdıb deyir, vay mənim deyir boğçam qaldı sənin evində. Deyir qaldı, canın sağ olsun, gələndə götürərsən də. Yəni, narahat olma, sən boğçan oldu, o kimlikdə qalır, heç kəs ona əl vurmaz. Ay görə bu yol boyu deyinir. Vay mənim boğçam qaldı, vay mən neynim, mənim boğçam. Bəzən sözü də deməyin yeri var. O cavab burada deyilməli idi ona ki, sən mənə irad bildirirdin ki, sənin bu boyda imkanın, evin, eşiyin, filanın var və sən zahid deyirsən. Mən o boyda imkanı qoydum gəlirəm sənə. Amma sən bilən boğçam var, qaldı, hələ də oradasan. Vay boğçam qaldı. Məsələ də burasındadır. Yenə də din mənə, o gənclərə də öyrədir ki, hanı, kim deyirsən, nələrə sən nail ola bilməzsən? Allah səni xoşbəxt olmağı istəyir. Allahın səninlə bir şəxsi qərəzliyi yoxdur ki, sadəcə istəyir ki, bunu düz istiqamətdə edəsən.